Əvvəla hər kəsə salamlar. Mən Rəhim Mənsur, Zərdəb rayonunun Saflar kəndində yaşayıram. Bu illərim Seyid Əzim Şirvani adına Saflar kənd təlim orta məktəbini başa vurdum. Məktəb tədris müddətincə həm dərslərimə vaxt ayırmağa çalışdım, eyni zamanda bu kimi yarışmalarla və fəaliyyətlərdə qatılmağa çalışdım. Bu yarışma haqqındakı təəssüratlarıma gəldikdə ilk öncə mən bu yarışmanı WhatsApp-dakı qrupların birində qarşıma çıxdı. Yarışmanı gördükdə yarışmanın məzmunu mənə çox maraqlı gəldi və çox bəyəndim. Buna görə də bu yarışmaya müraciət etmək istədim. Yarışmaya müraciət edərkən müraciətim qəbul olundu və beləliklə süni intellekt dəstəkli Discord botunu hazırlamağa başladım. Botu hazırlayarkən həm texniki çətinliklərlə qarşılaşdım, həm də onlardan öyrənmə fürsəti qazandım. Yazdığım hər kod, etdiyim hər bir test mənə mövcud bilgilərimi tətbiq etdirməklə yanaşı onları daha da inkişaf etdirməyimə kömək oldu. Bu botu hazırlayarkən Discord API-ləri ilə daha dərindən işləməyi, musiqi komandlarını daha yaxşı şəkildə istifadə etməyi və bu kimi bir çox yenilikləri inkişaf etdirməyimə, yəni öyrənməyimə kömək oldu yarışma mənə. Bu təcrübə mənə çox maraqlı gəldi. Bu təcrübəni mənə yaşatdıqları üçün başda Adam məktəbi rəhbərliyi olmaqla yarışmanın təsisçisi olan Cüneyd və yarışmanı təşkilinə əməyə keçən hər kəsə təşəkkürlərimi bildirirəm. Nəticə olaraq ADA Challenge yarışması mənə texniki bacarıqlarımı inkişaf etdirməklə yanaşı, həm də səbir, problem həll etmə kimi vacib biliklərimi də inkişaf etdirməyimə kömək oldu.